Meyxanaçı Orxan Lökbatanlı ilə klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu arasındakı qalmaqal daha da böyüyüb. Orxanın "Hüseyn bunları reklam üçün edir" sözlərini musiqiçi cavabsız qoymayıb. O, Orxan Lökbatanlının onunla bağlı açıqlamasına axşamaz Instagram səhifəsində "Toylar o qədər çoxdur ki, dincəlməyə belə vaxt yoxdur. Mən doğrunu söyləyirəm, Orxan, sənin yazdığın şeirlər mükəmməldir. Qardaşım, Allah səni var eləsin, mahnıların isə təmiz zibillikdir" sözlərini yazıb. Qeyd edək ki, onlar arasında mübahisə Hüseynin xəbərin var verilişindən sonra başlamışdı. Hüseyn Orxanı bayağı ifaçı adlandırmışdı. Əməkdar artist İlkin Əhmədov yenidən ata olub. Bu barədə məlumatı aparıcı Aytəkin Mərdanova muğam ifaçısının da dəvət olunduğu qonaqcanlı verilişində açıqlayıb. Müğənninin qız övladı dünyaya gəlib. Körpüyə Elisa adı qoyulub. Qeyd edək ki, əməkdar artistin 2 oğlu da var. Xatırladaq ki, ötən il İlkin Əhmədova 7 tamam proqramında sürpriz edilərək 3-cü övladının dünyaya gələcəyi haqda məlumat verilmişdi. Lakin müğənni verilişdə ona edilən bu sürprizə çox əsəbləşmişdi. Xəbəri efirdə öyrənən muğam ifaçısının görüntüləri sosial şəbəkədə tənqid edilmişdi.